Gördüyünüz problemlərimiz çox idi. Ancaq onların hamısı düzəldi. Allah razı olsun rayon icra hakimiyyətinin başçısından, Adil müəllimin təşəbbüsü ilə. Hər bir canlının yaşaması üçün Rəşad müəllim 3 şey lazımdır. Su, çörək, hava. Su varsa həyat var. Demək su həyatdır. Deyir ki İbn Sina, dünya yaranmamışdan Tanrı suyu yaratdı, çiçəklərə ad verib təbiəti oyatdı. İndi bizdə təbiət oyanıb, hər tərəf yamyaşıl, yaşıllıqdır. Buradan su axır, bax fikir ver. Heç kim inanmazdı ki, Fərzalı bulağının suyu gəlib buradan axa və qapılara çəkilə. Plus, oradan da artezan vurulur hal-hazırda, orada su çıxır. Bunlar hamısı Adil müəllimin təşəbbüsü iləndir. Allah razı olsun, çox razıyım. Keçən səfər siz gələndə Rəşad müəllim gördüyünüz problemlərimiz çox idi. Ancaq onların hamısı düzəldi. Allah razı olsun rayon icra hakimiyyətinin başçısından, Adil müəllimin təşəbbüsü ilə. Hər bir canlının yaşaması üçün Rəşad müəllim 3 şey lazımdır. Su, çörək, hava. Su varsa həyat var. Demək su həyatdır. Deyir ki İbn Sina, dünya yaranmamışdan Tanrı suyu yaratdı, çiçəklərə ad verib təbiəti oyatdı. İndi bizdə təbiət oyanıb, hər tərəf yamyaşıl, yaşıllıqdır. Buradan su axır, bax fikir ver. Heç kim inanmazdı ki, Fərzalı bulağının suyu gəlib buradan axa və qapılara çəkilə. Plus, oradan da artezan vurulur hal-hazırda, orada su çıxır. Bunlar hamısı Adil müəllimin təşəbbüsü iləndir. Allah razı olsun, çox razıyıq.